iştirakçıları, informasiya əsrarlı tədbirimizdə xoş gördük hər birinizi. İnformatika deyəndə istər-istəməz informasiya sözü yada düşür. İnformasiya sözü adətən məlumat, xəbər mənasında işləndir. İnformasiyanı qəzetdə yerləşdirir, radio və televiziya vasitəsilə efirə verirlər. Lakin bu həmin sözün çox dar, üstü olan mənasıdır. Əslində isə informasiya istənilən mətndə, təsvirdə, hətta səsdə də mövcuddur. Bəs informasiya nədir? İnformasiya kitabın bizə verdiyi bilgidir. İnformasiya xəritədir, rəssamların rəsmləridir. İnformasiya mövcud sivilizasiyanın əsasını təşkil edən minlərlə elmi əsərdir. İnformasiya bizim dəstəklərimizdə olanlardır. Deməli, informasiyanın toplanılması, saxlanılması, emal edilməsi, təqdim olunması və ötürülməsi texnologiyalarını öyrənir. Gəlin informatikanın qısa tarifinə nəzər salaq. İnformatikanın kökləri başqa elmə, kibernetikaya gedib çıxır. Kibernetika anlayışı isə 19-cu əsrin birinci yarısında yaranmışdı. Bu sözü ilk dəfə Fransız alimi André Marie Ampère işlətmişdi. O, kibernetika dedikdə insanları idarə etməyi, başqa sözlə cəmiyyəti idarə etməyi nəzərdə tuturdu. Əslində o zaman heç elə bir elm yox idi və Ampère mövcud olmayan elmi kibernetika adlandırmışdı. Kibernetika Yunan sözü olan kibernetikosdan götürülmüş və mənası idarə etməkdə mahir deməkdir. Amperdən sonra kibernetika 100 ildən çox bir müddət ərzində demək olar ki, tanım edildi. Yalnız 1948-ci ildə görkəmli Amerika riyaziyyatçısı Nobel kibernetika anlayışını yenidən elm ədəbiyyatına gətirdi və onu canlı təbiətdə və texniki sistemdə idarə etmək haqda elm kimi mənandırdı. Bir elmdə canlı təbiətlə texniki sistemi birləşdirməsi məsələsi müxtəlif yaşayan alimlərin tərəfindən kəskin qarşılandı. Keçmiş seyirdə isə bu elm həm də yalançı elm adlandırıldı və uzun müddət bu sahədə işlər dayandırıldı. Hesablama maşınlarının ərsəyə gətirilməsində bir sıra alimlərin adlarını çəkmək olar. Leibniz, Charles Babbage, Adam Lovelace, Konrad Zuse və başqaları. Və nəhayət ilk kompüter 1946-cı ildə ABŞ-da ENIAC adı ilə yaradılıb. İnsanların ilk təsadüf hesablama aləti barmaqlar olub. Sonra Abbas səyahatindən istifadə edilmişdi. 1642-ci ildə məşhur fransız alimi Blaise Pascal ilk hesablama maşını yaratmışdı. Ölkəmizdə İKT-nin müasir inkişaf surəti məktəb informatika kursunun tədrisinə yanaşılması tamamilə dəyişilmişdi. Bu baxımdan informatikanın məktəbdə tədrisi metodikası yeni səviyyəyə keçmişdi. Onun qarşısında duran əsas məqsəd informatikanı cəmiyyətin tələblərinə uyğun tədris etmək, nəticədə nəinki bu günə, hətta sabahın tələblərinə cavab verən şəxsiyyətlər formalaşdırmaqdır. Şagirdlərimizdən bir neçəsi Paint proqramında şəkil çəkiblər və bu rəsmlərə gəlin bir yerdə baxaq. Quzğunun sahilində tək qocaman bir yapı əskisirlər yuvası. Sanki dalmış dərin düşüncələrə duruyor sakitane qız qalası. Vətən bağı al-əlvandır, yox içində xarı bülbül. Bu nə əzablı dövrandır, səsin gəlsin barı bülbül. Bayraq bizim ürəyimiz, o bizim dövlət rəmzimiz. Qəlbimiz tək sevək onu, həmişə uca tutaq onu. El bilir ki sən mənimsən, yurdum, yuvam, məskənimsən. Anam, doğma vətənimsən, ayrılar mı könül candan, Azərbaycan, Azərbaycan.
Gəlin indi də duyğu üzvləri haqqında səhnəciyə baxaq. Axı onu haraya qoydum? Gedim axtarım. Qəribə qoxular hiss edirəm. Bu nədir? Bu mənim taxtımdır. Məndə heç bir qoxuyan keçə bilməz. Ona görə də duyğular ölkəsinin şahı mən özüm olmalıyam. Yaman yorulmuşam. Bayaqdan da danışıram. Bir tanışmaq olar. Burun, bu nədir? Bu ki mənim taxtımdır. Sən kimsən? Mən bundan sonra duyğular ölkəsinin şahıyam. Dur. Bura mənim yerimdir. Mən adını şirinlər, dadlı dadsızdan, duzlu duzsuzdan alət bilirəm. Bura mənim yerimdir. Buna baxır, gəlir mənim taxtımda şahlıq edir. Necə gözəl taxtdır. Sən kimsən? Mən duyğular ölkəsinin padşahıyam. Dur. Bura mən layiqəm. Çünki mən həm dildə, həm qulaqda, həm də burunda varam. Mən toxunmaqla informasiyanı alıram. Duyğular ölkəsinin şahı elə mən özüməm. Nə səs qıysanmışsınız? Laf baxdım ki. Dur. Bu diyarın şahı mən olmalıyam. Buna baxır, gəlir özünə şah elan edir. Mən hər bir səsi informasiyanı eşidirəm. Hansına baş verirsə sizlər əvvəl mənə aid olur. Ona görə bu diyarın şahı mən özüməm. Məni ilə bilməyinsə dəydi. Qulaq. Deməli, qulaq özünü duyğular diyarının şahı elan edir. Mən olan yerdə, bura mənim yerimdir. Mən olmasam, canlılar heç bir şeyi görə bilməz. Mən gördüklərimi sizlərə ötürürəm. Ona görə də şah mən olmalıyam. Hələ gəlib özünü şah elan edirik. Tapdım. Bu ki mənim üstümdür. Göz, qulaq, burun, dil, dəri. Siz ki mənim duyğu üzvlərimsiniz. İnformasiya dərsində öyrənmişəm ki, insan informasiyanın 90%-ni görməklə, 9%-ni eşitməklə və yalnız 1% ilə digər duyğu üzvləri ilə alır. Siz mənə gərəksiniz olmasanız mən neynəyərəm? Uşaqlar, deməli insanımız önəmlidir. İndi isə yeni oyunlarımı oynayın. Mən kompüterin əsas hissəsiyəm. Mən olmasam, insanlar heç bir informasiyanı görə bilməzlər. Çıxış qurusu olduğum üçün insanlara informasiyanı göstərirəm. Bax, düzbucaqlıyam mən, ölçülərim müxtəlif. Tapın görək kiməm mən, şənimə deyinləri. Cənab Monitor, bu nə deməkdir? Əsas mənəm. Mən olmasam, insanlar informasiyanı daxil edə bilməzlər. Görürsünüz, insanlar məni necə sevirlər? Onlar öz barmaqlarının zərif toxunuşu ilə mənim düymələrimə basdıqda informasiyanı daxil edirlər. Üzərim başdan başa düymələrlə doludur. Bəzənmişəm mən belə, deyin indi mən kiməm? Bu nə deməkdir xanım klaviatura? Belə çıxır ki, sizsiz kompüterin əsas səsi. Xeyr, kompüterin əsas səsi özüməm. Mən olmazsam, insanlar heç bir komandanı daxil edə bilməzlər. 2 gözüm, 1 burnum, uzun quyruğum, hamının əl altıyan, sıçan çağırılır adım. Nəzərdə saxlayım ki, kompüterin əsas səsi özüməm. Mən olmasam, bütün insanlar bir-birinə informasiyanı ötürə bilməzlər.
Həmçinin mən informasiyanı qəbul edir, həm də yadda saxlayıram. Hələ informasiyanı emal etməyindən danışmıram. Odur ki, kompüterin əsas hissəsi özüməm. Mən beyinəm, düşünən, gündüz də, gecələr də, qutuya bənzəyirəm, apar məni gedəndə. Çox oynamışam. Müəllimimiz bizə deyir ki, 1 saatdan artıq kompüter arxasında oturmaq ziyandır. Gedim dincəlim. Əziz tədbir iştirakçıları, 21 fevral bütün dünyada beynəlxalq ana dili günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Bangladeş səfirinin təşəbbüsü ilə 21 fevralı beynəlxalq ana dili günü kimi qeyd edir. Dünyada məhv olma təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədi ilə hər il keçirilən beynəlxalq ana dili günü bu dillərin hər kəsə, yəni bu dillərin olduğunu, bunları hiss etməyini, onlarla qürur duymağını və onu inkişaf etdirməyini göstərir. Bu dünyada keçirildiyi kimi Azərbaycanda da keçirilir. Hər il Azərbaycanda da keçirilir. Bilirsiniz ki, sabah 21 fevral Azərbaycanda beynəlxalq ana dili günüdür və bu münasibət hər birinci səmimi qəlbdən